25 illik müzakirələrdən sonra Mercosur ölkələri ilə azad ticarət müqaviləsinin imzalanması Brüsseldə tarixi uğur kimi qiymətləndirilir. Amma buna paralel olaraq qoca qitədə razılaşmaya etirazlar da səngimək bilmir. Avropa İttifaqının Latin Amerikası ölkələri ilə azad ticarət razılaşmasından kimlər qazandı, kimlər uduzdu? Avropa büromuz Elzar Ağayev bu suala aydınlıq gətirməyə çalışıb, təqdim edir Yamin süjeti. 700 milyondan artıq insanın vahid ticarət platformasında bir araya gətirəcək razılaşma Avropa İttifaqının Latin Amerikası ölkələrinə ixrac etdiyi məhsulların 90%-ni vergi və rüsumlardan azad edəcək. Əks tərəfdən ucuz kənd təsərrüfatı məhsullarının idxalı isə İttifaqın ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmiş olacaq. Hesablamalara görə 2040-cı ilə qədər Avropa İttifaqının Mercosur ölkələri ilə azad ticarəti İttifaqın iqtisadiyyatına 77,6 milyard avro əlavə vəsait cəlb etmiş olacaq. Amma bütün razılaşmalarda olduğu kimi Mercosur müqaviləsinin də udan və uduzan tərəfləri var. Məsələn, İtaliya. Baş nazir Giorgia Meloni yalnız yerli kənd təsərrüfatı məhsulları üçün əlavə qoruma zəmanətləri aldıqdan, eləcə də Avropa Komissiyasından 45 milyard avroluq əlavə subsidiya paketi qopardıqdan sonra Mercosur razılaşmasını dəstəklədiyini elan etdi. Almaniya da udan tərəfdir. Xüsusilə də bu ölkənin avtomobil istehsalçıları. Hazırda Mercosur ölkələrinə ixrac edilən Alman avtomobillərinə 35% rüsum tətbiq edilir ki, bu da Almanların Çin avtopromosu və özünün yüksəliş dövrünü yaşayan yerli istehsal ilə rəqabətdə şanslarını sıfıra endirir. Yeni ticarət razılaşması ilə 35%lik rüsum mərhələli şəkildə aradan qaldırılacaq. Fransa isə razılaşmanın uduzan tərəfidir. Fransalı fermerlər Latin Amerikasından ucuz kənd təsərrüfatı məhsullarının Avropaya buraxılmasının onlar üçün intihara bərabər olduğunu düşünürlər. Gözümüzün önündə ölkəmizi, kəndlərimizi məhv etmək istəyirlər. Covid zamanı insanları məhv edirdilər, indi isə heyvanlarımızı yox edirlər. Bizim hökumətimiz isə buna qarşı acizdir. Heç bir addım atmırlar. Fransa hökumətindəkilər sadəcə kreslolarını, pullarını düşünən kuklalardır və başqa heç nəyə yaramırlar. Bu çoxdan qurulmuş oyundur. Gübrələr, vaksinasiya məsələləri ilə bizim fəaliyyətimizə mane olurlar ki, azad ticarət razılaşması ilə kənardan gələcək məhsullara bazar açsınlar. Bu ədalətsiz rəqabət olacaq və biz uduzacağıq. Əgər Fransa dövləti doğrudan da Mercosura qarşıdırsa, o zaman niyə parlament üzvləri, hökumət nümayəndələri bu gün burada deyirlər? Onlar hamısı indi bizimlə burada çiyin-çiyinə etiraz etməlidirlər. Biz hökumətə təkliflər vermişik, köklü islahatlar tələb etmişik, amma onlar sadəcə susurlar. Polşa, Macarıstan, İrlandiya, Avstriya kimi ölkələr də Mercosur razılaşmasının əleyhinədir. Bu baxımdan Avropanın müxtəlif bölgələrində hələ də razılaşmaya qarşı etiraz aksiyalarının keçirilməsi anlaşılandır. Mercosur ölkələri ilə azad ticarət razılaşmasının imzalanması son deyil, əksinə çətin yolun başlanğıcıdır. Razılaşma Avropa Parlamentində, eləcə də Avropa İttifaqına üzv olan 27 ölkənin hər birinin qanunverici orqanında ratifikasiya edilməlidir. Etirazlar fonunda ratifikasiya prosesinin asan və çevik olmayacağını artıq indidən proqnozlaşdırmaq olar. Elzar Ağayev, Azərbaycan televiziyasının Avropa bürosu, Brüssel, Belçika Krallığı.